Ekran yəqin ki, görsənir. Səslə hər şey. Deməli, Excel proqramı yenə qeyd edəcək ki, Word proqramını keçdik, bitirdik və Word proqramı belədir ki, yalnız tablar və onların daxil olan net qrupları və onların daxil olan əmrlərlə işləyir. Amma Excel proqramı həmçinin funksiyalarla da işləyir. Təbii ki, burada da tablar, net qruplar, onların daxil olan əmrlər, menülər var. Amma bununla paralel olaraq Excel funksiyalarla da işləyir. Və biz bugün həmin funksiyalar haqqında geniş öyrənəcəyik və bunlardan əlavə fon tabını yekunlaşdırmalıyıq və Excel-də olan demək, məlumat tipləri haqqında öyrənəcəyik. 8.3-dən 8.6-da daxil olmaqla, həmçinin 8.8 bugün verəcəm. İndi isə başlayaq həmin funksiyalara. Və burada ixtiyari 2 ədəd qeyd eləmişəm. Və Excel proqramı funksiyalarla paralel olaraq həmçinin riyazi kalkulyatordur. Burada istənilən növ cəmləmə, çıxma, vurma, bölmə, qüvvətə yüksəltmə kimi əməliyyatlar icra edə bilərsiniz. Və riyazi kalkulyatorda belədir ki, biz xana daxilində düstur funksiya nəsə bir hesablama aparmamışdan öncə birinci hesablama aparırıq və sonda bərabər şarsını qoyuruq. Burada isə Excel-də birinci bərabər qoyuruq, sonda enter düyməsini təsdiq edirik nəticəni və xana daxilində yenə bərabər qoyuram. Tutaq ki, ixtiyari bir ədəd 9 və 2-nin cəmini bu qaydada çıxarda bilərəm. 9 plus 2 enter vurdum, nəticəni çıxartdım. Mən bunu paralel olaraq belə bir şey edə bilərəm. Bərabər qoydum, burada olan 9 olan xananı seçərək və üzərinə 2 olan xananı seçib gələrək cəmləmə apara bilərəm. Və diqqət edirsinizsə, mən burada xananı seçdiyim halda xana daxilində olan məlumat yox, xananın adı Y2 xanası və Y4 xanası adları yazılmış olur və hansı rənglə yazılırsa həmin rəngdə içərisində olur. Və nəticəni bu qaydada çıxarır. Və bu bizdə riyazi hesablamadır. Mən bu riyazi hesabı üzərində dəyişiklik aparmaq istəsəm, xana daxilində double click edə bilərəm, mətn kursorunu aktivləşdirərək və ya kursoru xana üzərində qoyub formula bardan da dəyişiklik apara bilərəm. Əgər mən burada bərabərsiz bir ifadə daxil edəsəydim, 9 plus 2, mən bunu sadəcə mətni bir ifadə olaraq qəbul etmiş olacaqdım. Artıq burada heç bir hesablama aparmayacaq. Yox, əgər bunu hesab aparmaq üçün qarşısına bir dənə bərabər qoyub enter vurmağım kifayət edər ki, mənim üçün nəticəni düstur kimi, doğrusu riyazi hesab kimi çıxardıb nəticəni versin. Və indi gəlirik qalan funksiyalara və funksiyalar ümumiyyətlə formula kitabındakı function library deyilən qrupunda birləşdirilir. Burada Excel-də ümumiyyətlə 240-dan çox funksiya var və bunlar müxtəlif növlərə görə bölünür. Riyazi cəm funksiyaları var, axtarış funksiyaları var, vaxt tarix funksiyaları var, məntiqi tip, mətn tip, maliyyə mühasibatlıq, yəni bir çox növlərə görə funksiyaları bölünür. Bizə 12 dənə funksiya lazım ki, onları öyrənəcəyik. İlk başlayacağımız funksiya riyazi cəm, masterik funksiyalarından olan sum funksiyasıdır. Sum funksiyası nə iş edir? Müəyyən bir ərazi daxilində və ya seçilmiş xanalar içərisindən cəmləmə əməliyyatı edir. Bərabər qoyuram, yenə deyirəm, xana daxilində düstur funksiya formu daxil etməmişdən öncə, riyazi əməliyyat daxil etməmişdən öncə mütləq birinci bərabər işarəsi daxil etməliyik. Bərabər işarəsi daxil edirəm və sum funksiyasını yazdım. Sonra isə mötərizə açıram. Mötərizəni Shift 9 ilə açıb Shift 0 ilə bağlaya bilərsiniz. Və mötərizə açandan sonra müəyyən bir ərazi seçin. A1 qoşulmuşda C3. Və bu qaydada A1 C3 diapazonunu seçdim. A1 C3 seçimdən sonra bu A1 C3 diapazonu daxilində hansı xanaları varsa, onlar daxilində olan belə deyək, qiymətləri cəmləyir və nəticəsini həmin xananın içərisində çıxartmış olur. Mən bunu xananı seçərək də edə bilərəm və ya manual olaraq klaviatur üzərindən özüm də daxil edə bilərəm. Bərabər qoydum, sum yazdım. A1 yazıram, bu dəfə xana seçmirəm. Boşa nöqtə qoydum, C3 yazıram və mötərizəni bağlayıram, enter vururam, yenə də nəticəni görmüş oldum. Hətta mən burada belə bir şey deyə bilərəm, bərabər qoyuram, sum yazıram, mötərizə açıram, bir xananı seçirəm, vergül qoyuram, digər xananı seçirəm, vergül qoyuram, digər xananı seçirəm, bax bu qaydada vergül qoyuram, digər xananı seçirəm və həmin seçdiyi xanaları həmin rəngdə çərçivə alır və həmin rəngdə də burada yazmış olur və artıq seçdiyim xanaların cəmini çıxartmış olur. Həqiqətən də 5-in üstünə 6 gələndə 11, 11-in üzərinə 9 gələndə 20, 20-in üzərinə 2 gələndə 22 nəticəsini vermiş olur. Həmin xanaların cəmi, seçdiyim xanaların cəmi həqiqətən də buradakı qiyməti vermiş olur. Bu sadə sum funksiyasıdır. Sum funksiyası da paralel olaraq sum if funksiyasıdır. Sum if funksiyası isə şərti cəm deməkdir.
Sum cəm deməkdir. If isə əgər şərt deməkdir və şərti cəm çıxardır. Şərti cəm isə mən fx-dan daxil olaraq funksiya arqumentlərini daxil edəcəm. Demək, burada proses necədir, yoldaşlar? Bu açılan pəncərədən mən gəlib funksiyanı silib, yazını silib funksiyanın adını çağırıram və funksiyanın üzərinə vurub, OK vuraraq funksiya arqumentlərini açıram. Gəldik birinci ilk olaraq range əmrini. Mən yenə ərazi diapazonu seçirəm. Range aralıq, ərazi diapazon deməkdir. Yəni A1 C3 diapazonunu seçirəm ki, bu diapazonun daxilindən mənə müəyyən şərt daxilində, müəyyən bir kriteriya, şərt daxil edirəm. Məsəl üçün deyirəm ki, bu diapazon daxilində baxıram ədədlər hansı aralıqdadır? 2 və 12 arasındadır. Mən gələm deyirəm 5-dən böyük ədədlərin məsəl üçün üzərində əməliyyat icra edəsin. Bəs hansı əməliyyat icra edir? Sum if. Baxıram ki, A1 C3 diapazonunda 5-dən böyükdür. Nə? Həmin ədədlərin cəmini çıxartsın. 5-dən böyük ədədlərin cəmini. Baxıram ki, burada 5-dən böyük ədəd 6, 8, 9, 12. Bunların cəmi mənə həqiqətən də 35 verilmiş olur. Bu oldu sum if funksiyası. Təbii ki, mən bunu kiçik işarə ilə də bildirə bilərəm. 5-dən kiçikləri də cəm edə bilərəm. Range ilə yenə ərazi diapazonu seçirəm. Kriteriya ilə yenə şərt görürəm kiçikdir 5. Və OK vururam və salam. Baxıram ki, 5-dən kiçik ədədlərin cəmi 9 edir. Həqiqətən də 2, 4 və 3 cəmi həqiqətən də 9 edir. Əgər 5-dən böyük və ya 5-dən kiçik deyirsə, orada artıq 5-in özünü nəzərə almır heç vaxt. Yox, əgər 5-in özünü nəzərə almağımız üçün, bura sadəcə bərabər qoymağımız kifayət edir ki, 5-in özünü də nəzərə alacaq. Artıq bu diapazon daxilində 5 ədədi varsa, onun özünü də say olaraq götürəcək və cəmləyəcək. Bu oldu riyazi cəm funksiyalarından sum və sum if funksiyaları. Növbəti funksiyalarımız demək qüvvəti yüksəltmə funksiyalarıdır. Qüvvəti yüksəltmə funksiyamız power funksiyasıdır və power funksiyasını biz 3 qaydada apara bilərik. Bir, bərabər qoydum, power yazdım və mötərizə açdım. Xitər bir xana seçirəm və vergül daxil edirəm. Başqa bir xana seçirəm. Artıq bu halda nə olur? B1 vergül C3 yazılıbsa, B1 üstü C3, yəni 5 üstü 3 şəklində qüvvətə qaldırmış olacaq. Mən bunu əlavə olaraq klaviatür üzərindən özüm də daxil edə bilərəm. Power yazdım, 5 vergül 3 yazıram klaviatür üzərindən, enter vururam, 5 üstü 3 şəklində nəticəni çıxartmış oluram. Həmçinin bunu belə də edə bilərəm ki, power yazdım, mötərizə açdım, hər hansı bir xananı seçirəm, vergül qoyuram, digər qiyməti, digər arqumenti özüm klaviatür üzərindən daxil edirəm. Və internet təsdiq edeyim halda yenə də nəticəni bu qaydada görmüş olur. Bu power funksiyamız, qüvvət funksiyamız oldu. 3 qaydada yazdıq, bir bərabər qoydum, power yazdım, mötərizə açdım və xanaları arqument olaraq seçdim və qüvvətə yüksəltmiş oldum. 2, kursoru qoydum xana daxilindən, bərabər qoyub power yazdım, bu dəfə klaviatür üzərindən, qiymətləri klaviatür üzərindən daxil edim. Power, daha doğrusu 5-3 yazdım. Təbii ki, başqa qiymətlər də yaza bilərsiniz. Bir də power mötərizə açıb, bir arqumenti xana seçərək, digər arqumenti isə klaviatür üzərindən özüm daxil edərək. Yəni, bu düsturların hər 3 formada testlərdə qarşınıza çıxma ehtimalı çox yüksək inşallah. Çıxacaq edək, görəcəksiniz. Qarşınıza çıxacaq. Növbəti gəlirik nəyə? ABS funksiyamız. ABS nədir? ABS modul çıxardır. Bərabər qoyub ABS yazıram və mötərizə açıram. Modul nədir? Mənfini müsbətə çevirir. Mənfi 5 olan xananı seçdim. Mötərizəni bağlayıb, enter vururam, bunu müsbət 5-ə çevirir. Mən bunu belə də yaza bilərəm və ya klaviatür üzərindən mənfi 5 ədədini bax, belə daxil edərək də yaza bilərəm. Yenə də mənim üçün nəticəni çıxartmış olacaq. Aydındır. Bu da belə. Növbəti keçdik ABS funksiyasından sonra faktorial hesablama var. Bərabər qoyub fakt yazıram. Məsəl üçün 5 olan xananı seçdim, mötərizəni bağladım. Fakt B1. B1 xanasının daxilində qeyd edilən qiymət nədirsə, onun faktorialını tapmış olur. Faktorial da nə idi? Həmin ədədə qədər olan ədədlərin bir-birinə hasili. Yəni 5 faktorial deyilsə, 1 vur, 2 vur, 3 vur, 4 vur, 5 demək. Eyni zamanda bir dənə də product funksiyamız var yoldaşlar. Product funksiyamız nədir? Bərabər qoydum, product yazdım. Məsələn, bu xananı seçirəm, vergül qoyuram, bu xananı seçirəm, vergül qoyuram. Bax ki, bu xananı seçirəm, vergül qoyuram, bir dənə də bu xananı seçirəm. Və mötərizəni bağlayıb enter vurduğum halda seçdiyim xanaların bir-birinə hasili. 5 vur 6, 30, 30 vur 2, 60, 60 vur 9, 540 nəticəsini vermiş olur. Bu da belə. Bu da oldu product funksiyası. Və toplamda bizim riyazi cəm funksiyalarımız bu qədərdir, bu qədər bitdi. İndi isə keçirik statistik funksiyalara. Statistik funksiyalar arasında ilk qarşımıza çıxan funksiya count funksiyası. Count İngilis dilindən saymaq deyə tərcümə olur. Və sayır. Amma nəyi sayır? Daxilində ədəd olan xanaların sayını çıxardır. Məsəl üçün, mən count yazdım, mötərizə açdım.
Burada müəyyən bir ərazi seçirəm. Gəlirəm, bax, tutaq ki, bu ərazini seçdim. A1 qoşulub C4 diapazonunu seçdim. Və bu diapazon daxilində yalnız ədəd olan xanaların sayını çıxarır. Baxıram ki, A1 C4 diapazonunda hansı xanalarda ədəd var? 1, 2, 3, 4, 5, 6, 7, 8, 9. 9 nəticəsində mənə çıxartmış oldu. Bu countdur. Biri də var, count A. Count A isə fərq eləmir. Daxilində ədəddə olsa, hərfdə olsa, durğu şahisdə olsa. Yəni, daxilində simvol olan istənilən xananı say olaraq götürür və say olaraq çıxardır. A1 C4 diapazonunu seçdim. Toplamda burada 12 xana var. 3 sütun və 4 sətir. 12 xana var. Amma bu 12 xananın içərisində 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11. 11 xananın içərisində oldu. Bir xana boşdur. Artıq mənə dolu olan xanaların sayını çıxartmış olur. Və bundan əlavə gəldik count if funksiyamızda. Count if funksiyasını biz fx-dan yenə daxil edəcəyik. Tərkibində if var deyə yazılış biraz fərqlidir. Gəlirəm nə edirəm yoldaşlar. Range-dən yenə ərazi diapazonu seçirəm. Kriteriya ilə şərt qoyuram. Bu ərazini seçdim. A1, C4 diapazonunu seçdim. Kriteriya hissəsinə gəlirəm şərt qoyuram. Yenə böyükdür 5 qoyuram məsəl üçün. OK vurdum. 5-dən böyük kriteriyam nədir? 5-dən böyük xanaların sayını çıxarsın. 5-dən böyük neçə dənə xana var? 6 var, 8 var, 9 var, 12 var. 4 dənə xana var. Və 4 sayısını burada çıxartmış oldum. Aydındır. Bu da belə. Növbəti keçdik nəyə? Növbəti count funksiyasından, count if funksiyasından sonra average funksiyası. Bərabər qoyub average yazıram. Mötərizə açıram və belə bir diapazon seçirəm. Average eləyir, ədədi orta çıxarır. İngilis dilində də ortalama deyə tərcümə olunur və ədədi orta çıxarır. C1, C3 diapazonunda neçə xana var? Hal-hazırda 3 xana var. Və 3 xananın içərisində də qiymət var. 12, 6, 3. Bunların üçünün cəmi 21 verir. Bölür sayına 3-ə bölür və 27 nəticəsini, daha doğrusu 7 nəticəsini mənim üçün çıxartmış olur. Və bu average funksiyasıdır. Average funksiyasında diqqət edəcəyiniz xüsusi bir məqam var. Məsələn, mən burada hər hansı bir xananı silsəm, bax, belə. Mən burada hər hansı bir xananı sildim və indi baxırıq, average-in qiyməti dəyişdi, 9 oldu. Bayaq 7 idi, indi 9 oldu. İndi baxırıq burada nəyə? Əgər diapazon daxilində 3 xana, C1, C3 diapazonda 3 xana var və üçünün də içərisi doludursa, toplayacaq, say olaraq 3-ə böləcək. Burada söhbət yalnız ədədlərdən gedir. Mətn olsa, onu say olaraq götürmür. Əgər seçdiyimiz diapazonda 3 dənə xana var və mənə belə deyim, birinin içərisi boşdursa, bu artıq dolu olan xanalarla işini görəcək. Dolu olan xanaları toplayacaq və dolu olan xanaların sayına böləcək. 12 ilə 6 toplayacaq 18, 2 dənə də dolu xana var, böləcək 2-yə 9 nəticəsini almış olacaq. Aydındır. Bu da belə. Növbəti max funksiyamız var. Bərabər qoyub max yazıb, müəyyən bir ərazi seçsəm və mötərizəni bağlayıb enter vursam, diapazon daxilində maksimal qiyməti. Bərabər qoyub min yazıb diapazonu seçsəm, mötərizəni bağlasam, enter vursam, diapazon daxilində minimal qiyməti, ən kiçik qiyməti çıxartmış olacaq. Max diapazon seçilmiş diapazon daxilində ən böyük qiyməti, min isə seçilmiş diapazon daxilində ən kiçik qiyməti çıxartmış olur. Növbəti gəlirəm nəyə? Növbəti gəlirəm, deməli, mətin funksiyaları. Mətin funksiyalarımız. Buyurun, əlbəttə. Məntiq informatika. Bunu deyirsiniz. Bunu deyirsiniz. Bunu deyirsiniz. Burada yox. Təbii ki. Bu min ədədi, min funksiyası yalnız hərflər, daha doğrusu ədədlər üzərində işini görmüş olur. Təbii ki. Mən buranı seçsəm belə, yenə də bunu götürməyəcək. Bu boş xanadır. Onun üçün bu boş xana hesab olunur. 0 sayılır artıq. 0 xana daxilində qeyd edilmiş bir ədəddə o sayılır artıq. Yəni, min eləyib, min yazıb, A1, C4 eləsəydin, bura qədər, elə bir ki, bunun hamısı. Bu dəfə artıq 0 özdə daxil. Nəticəni 0 verəcək. Okeydir, yəni 0 xanası varsa. Yox, əgər, məsələn, C3 diapazona qədər deyirəmsə, burada boş xananı yox, yəni ən kiçik qiymət bunlar içərisində hansıdırsa onu götürəcək. 2 dən kiçik qiymət onu çatılır. Yəni, ədədlərə baxır, ədədlər üzərindən götürür. Boş bir hissəni qəbul edir. Növbəti gəlirik, mətn tipli.
Mətin tip funksiyalar arasında ilk funksiyamız left funksiyası. Left funksiyası nədir? Left funksiyası xana daxilində qeyd olunan simvollarda, daha doğrusu xana daxilində qeyd olunan mətnə əsasən xananın sol tərəfindən başlayaraq simvol sayına uyğun simvolları çap eləmiş olur. Necə bir şeydir? Bax, bərabər qoydum, left yazdım, xananı seçdim, vergül qoydum, 5 yazdım məsələn. Bu nə edir? Bu informatika və məntiq, yəni B7 xanası daxilində sol tərəfdən 5 simvolu çap eləmiş olur. Və bir də right funksiyası var. Artıq bu, həmin xana daxilində qeyd edəcəyim simvol sayı qədər sağ tərəfdən simvol sayını çap eləmiş olur. Bu da olur right funksiyası. Və bir də len funksiyası var. Len funksiyası xana daxilində ümumi simvol sayını çıxardır. Bərabər qoyub len yazdım, B7 xanasını seçdim, mötərizəni bağlayıb enter vurdum, kifayət edir. Həmin xana daxilində simvol sayı nə qədərsə onu çıxardır. Simvolla deyəndə biz nə nəzərdə tutduq? Adi boşluqdur, hərfdir, durğu işarəsidir, rəqəmdir, ədəddir. Bunlar hamısı kompüterin yaddaşında simvol olaraq qəbul olunur demişdik. Və burada len yazıb, xananı seçib, enter vursam, xana daxilində olan simvol sayını, hərf və boşluq və ya digər simvolların sayını çıxardır. Baxıram, informatika sözündə 11 simvol, ortada bir dənə boşluq 12, VE 13, 14, bir dənə boşluq 15, məntiq sözündə də 6 simvol, toplamda elə də 21 simvol. Aydındır. Bu da belə. Növbəti gəldim nəyə? Növbəti gəlirəm, deməli, bu da oldu mətin tip funksiyası. Və növbəti gəlirik if funksiyamıza. If funksiyamızın mahiyyəti nədir? Ümumiyyətlə, məntiqi tip funksiyalara, if, and və or funksiyalarına. If funksiyamızın mahiyyəti nədir, yoldaşlar? Şərt bildirir. Və şərtə uyğun da müəyyən yazı işi və ya riyazi hesab işi görür. Məsəl üçün, mən deyirəm ki, burada ədədlər verilir və burada verilən ədədlərə uyğun 500-dən böyük ədədlərin qarşısında tutaq ki, 500-dən böyük ədədlər qarşısında hə yazsın, 500-dən kiçik ədədlər qarşısında yox yazsın. İndi baxaq, burada mahiyyət nədir ibarətdir. Gəlirəm fx-dən if funksiyasını açalım. If funksiyası məntiqi tip funksiyadır və burada ilk olaraq, daha doğrusu 3 arqument var və ilk olaraq məntiqi bir nümunə veririk, məntiqi bir test veririk. Və bu müqayisə əsasında, bu test əsasında, məntiqi nümunə əsasında biz xananın, şərtin, məntiqin doğru olub olmadığını müəyyənləşdirir funksiya və onun qarşısında true və ya false yazır. Biz isə bunu dəyişib özümüzdən yeni bir məlumat daxil edirik həmin sözlərin true false-un yerinə. Bunu necə edəcək? Gəlirəm logical testin. Bu qiyməti seçirəm və şərtimi qoyuram, deyirəm ki 500-dən böyükdür. Əgər bu seçdiyim xana 500-dən böyük olsa, yəni şərt artıq ödənsə, doğru olsa, bu xananın içərisində doğrudur, true yazısı yazacaq. Yox, əgər şərt ödənməsə, həmin xana daxilində false, yanlışdır yazılmış olacaq. Mən deyirəm ki, true false yazılması yerinə hə və ya yox yazılsın. Gəlirəm bu if true hissəsinə və bu hissədən özündən ixtiyari bir yazı yazıram. Məsəl üçün yazıram hə. Gəlirəm burada yazıram yox. İndi baxaq. Mən burada sürüşdürürəm aşağıya doğru. Hamısı tətbiq edirəm. İndi baxaq. Bu xananı buradan müqayisəsinə baxıram. A1 xanası 500-dən böyükdür. Yox. 500-dən böyük deyilsə, artıq bu hissə yox, ikinci hissə ödənmiş olacaq və bunu çap edilmiş olacaq. 200 xanası 500-dən böyükdür. Yox. Keçəcək bunu çap edəcək. 300 xanası, 400 xanası, 500 xanası. Bu şərt ödənmir ki, yox, 500 500-dən böyük deyil. Ona görə keçin həmişə yanlış tərəfdən, false tərəfdən yox nəticəsini çap edir. Artıq 600 500-dən böyükdür və birinci qoyduğum şərt nə idi? Doğru olduğu halda ödənəcəyi yazı, yazılacağı yazı. Gəlir hər yazısını çap edirəm. Aydındır. Bu da belə. Növbəti gəlir. Növbəti gəlir. Bunu biraz tətbiqi işlər üzərində göstərək. Məsəl üçün, mən deyirəm ki, əmək haqqısı 1000 manatdan yuxarı olan işçiləri bu ay məzuniyyətə göndərək, 1000 manatdan aşağı olan işçiləri bu ay işdə saxlayaq. Gəlirəm kursoru qoydum, xana daxilində fx-ə daxil oldum və gəlirəm if funksiyası ilə funksiya arqumentlərini açıram. Logical testlə, buradan yazaq gəlir. Logical testlə işçinin aldığı əmək haqqı olan xana, 3500 xanasını seçirəm və şərtimi qoyuram. Nəyə əsasən dedim? Dedim, böyükdür 1000 və ya 1000-dən kiçik olsa başqa bir şey. 1000-dən böyük olsa həmin xana daxilində true yazılacaq. 1000-dən kiçik olsa həmin xana daxilində
false yazacaq. Mən deyirəm, true false yazılmasın. Yerinə məzuniyyətə geçsin deyirəm. Bir dənə işdə qalsın, work yazılsın. OK vururam, sürüşdürəm aşağı hamısını tətbiq edirəm, baxıram. 3500 1000-dən böyükdür. Böyükdür. 1000-dən böyük olduğu halda dedim, nə yazılsın? Məzuniyyət yazılsın. Yazıldı məzuniyyət. 2000 1000-dən böyükdür, şərt ödənir, məzuniyyət yazıldı. 1400 1000-dən böyükdür, şərt ödənir, məzuniyyət yazıldı. Artıq 650 1000-dən böyükdür şərtini ödəmir deyə keçir yanlış tərəf olan work sözünü çıxarmış olur. Aydındır, yoldaşlar. Bu da belə. Və eyni qaydada digərlərdir. Yəni, buna aid suallar qarşınıza çıxacaq testdə, işləyəcəksiniz, praktik edəcəksiniz. Növbəti gəlirəm and funksiyası. And funksiyamızın mahiyyəti nədir? Kursoru qoydum. Xana daxilində fx-ə daxil oldum və and funksiyasını açdım. Gəlirəm burada. And funksiyamızda mahiyyət ondan ibarətdir ki, biz 2-3 dənə və ya 4-5 dənə şərt veririk və verdiyimiz şərtə uyğun xana daxilində true və ya false yazır. Yəni, doğrudur ya doğru deyil. Doğrudur və ya yanlışdır. Artıq burada özündən ixtiyari bir yazı daxil eləmək deyə bir belə deyək, ixtiyarım yoxdur. İndi gəlirəm bura. Logical 1. Gəlirəm. Qiyməti seçirəm. Şərt qoyuram. Böyükdür 250. İkinci sırada xananı seçirəm. Qiyməti seçirəm. Kiçikdir 550. İndi baxıram. Sürüşdürdüm aşağıya doğru. Gəldim. Baxıram. Bu xana daxilində olan yazım. And funksiyası belədir ki, bizdə xana daxilində true və ya false yazılması üçün müəyyən, belə deyək, şərtlər lazımdır. Əgər verdiyim şərtlərdən hamısı düz olursa, onda xana daxilində true yazılacaq. Yox, əgər verdiyim şərtlərdən bircə dənəsi yanlış olsa, onda xana daxilində avtomatik false yazılacaq. Və mən baxıram. A1 xanası 250-dən böyükdür şərti. Doğrudur? Yox, doğru deyil. Yəni 100 250-dən böyük deyil ki. Amma 100 550-dən kiçikdir şərti ödənir. 550-dən kiçikdir də həqiqətəndir. Amma şərtdən biri yanlış olduğuna görə avtomatik həmin xana daxilində false yazılır. Eyni qayda digərdə. 200 250-dən böyükdür. Xeyr. Amma 550-dən kiçikdir. Biri düzdür, biri səhvdir. Biri səhv olduğuna görə avtomatik false yazılır. Amma baxıram üçüncüyə. 300 250-dən böyükdür. Bir şərt ödəndi. Okeydir. Baxıram ikinci şərtə. 300 550-dən kiçikdir. İkinci şərt də ödəndi. Artıq hər iki şərt ödəndiyi halda avtomatik xana daxilində true yazılır. Və and funksiyası vasitəsilə siz maksimum 255-ə qədər şərt qoya bilərsiniz. And funksiyası vasitəsilə siz maksimum 255-ə qədər şərt qoya bilərsiniz. Növbəti gəldim nəyə? And funksiyasından əlavə or funksiyamız var. And funksiyası belədir ki, və deməkdir və hər iki funksiya ödəndiyi halda xana daxilində true yazılır. Yox, funksiyalardan biri yanlış olsa, avtomatik xana daxilində false yazılır. İndi baxaq. Mən funksiyanı dəyişdim, or funksiyasını qoydum. Or funksiyasında isə şərtlərdən biri, funksiya daxilində qoyduğumuz şərtlərdən biri ödəndiyi halda avtomatik true yazılır. Baxıram, 100 xanası 250-dən böyükdür şərti. Ödənir, ödənmir. Amma, daha doğrusu 100 xanası 250-dən kiçikdir şərti. Bu ödənir. Amma ikinci şərt 100 xanası 550-dən böyükdür şərti. Bu şərt ödənmir. Bir şərt ödənmədi, amma bircə şərt ödənib deyə avtomatik nə yazır? True yazır. 250-dən kiçikdir şərti. Ödənir. Amma 550-dən böyükdür şərti ödənmir. Avtomatik nə yazılır? Avtomatik false yazılır. Daha doğrusu true yazılır. Yəni şərtlərdən biri artıq düzdür. Baxıram. Digərim. 300 xanası. 250-dən kiçikdir. Xeyr. 550-dən böyükdür. Yenə xeyr. Artıq iki şərtin, qoyduğum şərtlərin heç biri ödənmədiyi halda avtomatik xana daxilində false yazılır. İndi ümumiləşdirək. And funksiyasında şərtlərin hər ikisi də ödənməlidir ki, daha doğrusu verilən şərtlərin hamısı ödənməlidir ki, 255-ə qədər şərt qoyula bilər. Verilən şərtlərin hamısı ödənməlidir ki, xana daxilində true yazılsın. Əgər 255 dənə şərt versəm, onun 254 dənəsi ödənsə və bir dənəsi ödənməsə, avtomatik xana daxilində false yazılacaq. Bu and funksiyasındadır. Or funksiyasında isə xana daxilində true yazılması üçün verilən şərtlərdən bircə dənəsinin ödənməsi kifayət edir. Və or funksiyasında false yazılması üçün bütün şərtlərin hamısı yanlış olmalıdır. Yəni heç bir şərt ödənməməlidir.
Və bu da belə. Bu da olur or funksiyası və end funksiyası. Ümumilikdə funksiyalarla bağlı danışacağımız bu qədər. İndi isə keçirəm demək home tabının əmrlərindən bağlı. Home tabında gördüyümüz əmrlər bir hissəsi, bir qismi Word-lə təkrardır. Bir dənə kitabda bir hissəyə baxmaq istəyərdim. Mən sizə 8.8-də verəcəm. Burada kifayət qədər əmrlər var ki, mən bunları keçməliyəm. Bəli, yoldaşlar, bu əmrlərdən siz Word-dən tanışsınız. Copy, paste, cut, paste, kopyalayıb, kəsib, yerləşdirmək, format paintdir, bir sözə verdiyim, bir obyektə verdiyim, bir abzasa verdiyim və ya bir belə deyək, seçdiyim müəyyən bir mətni verdiyim stili kopyalayıb başqa bir sözə köçürtmək üçün. Sonra bold, italic, underline əmrləri, bunları mən düşünürəm ki, bilirsiniz. Border əmridə bunun vasitəsilə cədvəl yaradırıq. Fill colordan xananın içərisinə rəng veririk. Font colordan şriftlərin öz rəngini dəyişdiririk. Yenə şrift ölçüsünü artırmaq, şrift ölçüsünü azaltmaq və yenə buradan şrift üslubu. Buradan şriftin ölçüsü. Şriftin ölçüsü yenə susmaya görə 8 və 72 aralığında dəyişə bilər. Amma ümumiyyətlə burada Word-də belə edir ki, ümumiyyətlə maksimal ölçü 1638, minimal ölçü isə 1 ola bilərdi. Burada isə maksimal ölçü 409, minimal ölçü isə 1 olmuş olacaq. Növbəti gəlirəm nəyə? Gəlirəm alignment lent qrupuna. Demək, alignment lent qrupunda nələr var? Ana daxilində yazılan məlumatı mərkəzə, sağa, mərkəzə, sola doğru yer dəyişməsini aparmaq, hissəsi sağa aparmaq, hissəsi sola aparmaq. Sonra burada sətr daxilində ortaya, yuxarı, ortaya, aşağıya doğru yer dəyişmə aparmaq. Eyni zamanda kursoru xana daxilində qoyub belə 45 dərəcə istiqamətləndirmələri plan vermək, orientation əmri vasitəsilə 45 dərəcə, mənfi 45 dərəcə, hərflərin bir alfabeta düzülməsi, 90 dərəcə çevirmək, mənfi 90 dərəcə çevirmək deyə əmrlər var. Hətta burada format cells alignment əmrindən daxil olaraq burada daha çox şey əldə edə bilərsiniz. Məsəl üçün buradan dərəcəni falan özünüz istədiyiniz kimi saxlaya bilərsiniz. 0 dərəcə bunun standart yazılış formasıdır. Sonra wrap text var. Başa çatanda aşağı düşmək üçün. Bu nə üçün istifadə olunur? Yoldaşdır. Bax, biz demişdik ki, Excel'də xana daxilində məlumat yazanda o xananın daxilində uzanıb davam edir. Bax, bu qaydada. Yardı, bir neçə sütunu yardı keçdi. Mən bunu bir sütun daxilində yerləşdirmək üçün buradan sıxıb sürüşdürürdüm və ya double click 2 dəfə tez-tez vururdum mouse'un sol düyməsi ilə. Mən bunu deyirəm ki, başa çatanda hər dəfə ardıcı uzanıb getməsin, aşağıya düşsün. Demirəm aşağıdakı xanaya düşsün. Bunun üçün wrap textdən istifadə edirəm. Aşağıya düşməsi üçün. Aşağıdakı xanaya düşmək demirəm ha. Aşağıya düşməsi üçün. Həmin xana daxilində aşağıya düşməsi üçün. Wrap texti seçdim və yazını yazıram. Artıq baxaq. Sətrin başına çatanda avtomatik olaraq aşağı düşmüş olacaq. Və mən burada təbii ki, sütunun biraz ölçüsünü vazib böyüdüb, bunu daha aydın görə bilərəm. Aydındır, yoldaşlar. Bu da belə. Növbəti keçdik nəyə? Deməli, bu wrap text əmri oldu. Merge center. Merge center, məsəl üçün, burada olan xanaları bütöv bir xanaya çevirmək üçün, bax, burada olan xanaları bütöv bir xanaya çevirmək üçün gəlib merge center edə bilərəm. Bütöv bir xanaya çevirdim. Aydındır. Bəzən bunu ləğv eləmək üçün merge center-ə bir dəfə də vururam, əvvəlki vəziyyətinə qayıtdım. Məsəl üçün, burada gördüyüm xanalar. Yəni, bunları seçirəm, gəldim merge center-ə vurdum, bütöv bir xanaya. Bunları seçdim, merge center-ə verdim, bütöv bir xanaya verdim artıq. Aydındır. Burada təzə merge center-dən də əvvəlki vəziyyətinə qayıtırıq. Təbii ki, merge center-dən də əvvəlki vəziyyətinə qayıtırıq. Növbəti, Excel'də olan xana tipləri haqqında. Merge Center-in alt əmrləri də var. Merge Across var. Yazılandan sonra biri var. Merge Center mərkəzə gətirsin. Merge Across isə sağa doğru, yəni kənarlara doğru aparmış olur. Kənar boşlara doğru. Sonra burada Number Length qrupunda Account Number Format adlı bir əmrimiz var. Bu deyir? Ədəd olan xanalara manat, dollar işarəsi bu qaydada əlavə edə bilərik bu hissədən. Bunu ləğv eləmək üçün buradan Accounting sətrindən General seçib ləğv edib aradan qaldıra bilərik. Faiz formatı var, percentage faiz hesab olunur. Ədədi 100-ə vurub yanına faiz işarəsi əlavə etmək üçün istifadə olunur. Təzədən buradan percentage yazısını dəyişib general seçib ləğv edib aradan qaldıra bilərik. Common style var, ədədi 100-lük kəsir formatda yazır. Ədədi yanına 1 nöqtə və ya 1 virgül və yanına 2 ədəd 0 daxil edir. Növbəti burada deməli ləğv etmək üçün yenə buradan general seçib ləğv edib aradan qaldırırıq. Burada increase indent və decrease indent əmrləri var ki, bunlar vasitəsilə biz 100 yoğunluq, milli kəsir vahidlər əlavə edə bilərik. Bunları da ləğv etmək üçün bu qaydada general seçib ləğv edə bilərik. Ümumiyyətlə, burada general əmrinin daxilindən biz xana üçün number format seçə bilərik. Yenə ədədin yanına 1,20 atmaq deməkdir bu.
Currency valyuta formatıdır. Accounting də eyni qaydada valyuta formatıdır. Manat, dollar şərsi əlavə edə bilərik. Short date, long date yaza bilərik. Bunlar nədir? Məsəl üçün, mən bir tarix qeyd edirəmsə, bugünkü tarixi qeyd edirəm. Məsəl üçün, 11, 25, okey, 25, okey. Mən burada 11, 25, 2025 şəklində çıxartmış oldum. Və burada short date seçir. Əgər mən bunu long date eləsəm, bu bunu həftənin günü ilə və ayı da hərfi mənada yazı şəklində göstərmiş olacaqdır. Bu, yəni uzun tarixdir. Short date isə qısa tarix şəklində çıxartmaq. Və növbəti, gəlirəm buradan time var. Time günün saatına uyğun təyin edir artıq. Percentage var, yenə bayaqki percentage sayıldı. Ədədi 100-ə vurub yanına faiz şərəsi sağlar edir. Fraction var, kəsir hissə. Məsəl üçün, mən burada xana daxilində yazıram 0,5 və kursoru qoyuram xana daxilində. O fraction seçilməsəydi əgər, 0,5 yazılıb lazımdır. Fraction seçirəm, bunu 2/5 şəklində göstərmiş olur. Və ya baxın, 0,5 nə deməkdir? 0,5 riyazi qaydada 50% deməkdir. Belədir. Gəlirəm, burada percentage seçirəm, 50% şəklində göstərmiş olur. Bu da belə. Növbəti burada scientific var. Scientific nədir? Məsəl üçün, mən 1200 ədədini yazıram. Scientific bizdə riyaziyyatdan, bilmirəm, orta məktəbdən yanımızda qalıb da yox. Standart üstü qüvvət şəklində ədədini göstərmək. Kursor qoyuram xana daxilində və gəlirəm buradan scientific seçirəm. Ədədi 1,2 vurulsun, 10 üstü 3 şəklində. Bu standart üstü qüvvət şəkli var. Bir o qədər əslində sizin üçün vacib deyil. Sadəcə scientific'in standart üstü qüvvət şəklində göstərməsini bilməyiniz kifayətdir. Text isə ədədi yazı şəklində çıxartmış olur. Yəni artıq ədəd formatına çıxıb yazı, mətnin yazı formatında göstərmiş olur. Bu da belə. Yəni burada xüsusi öyrənəcəyiniz nəsə yoxdur uşaqlar. Tətbiq eləyərək bunu daha aydın, daha yaxşı öyrənə bilərsiniz. Təbii ki, buna aid geniş video izahı da var. Bu video izahı da sizə göndərəcəm. Oradan da baxıb daha ətraflı praktik edib öyrənərsiniz. Növbəti keçidində general vəziyyətə qaytarıram. Bunları da silib aradan qaldırır. Növbəti gəldiyinə conditional formatting əmri. Conditional formattingdən siz fərqli belə simvollar falan daxil edə bilərsiniz xanaların daxilinə. Bax, bu qaydada stillər verə bilərsiniz cədvələ. Color şkalasından rəng şkalaları tətbiq edə bilərsiniz bu qaydada. Icon seçisinə fərqli işarələr, bax, bu qaydada tətbiq edə bilərsiniz. Clear rule əslində təbii ki, clear from cells əmri ilə də həmin tətbiq edəcəyiniz stilləri silib aradan qaldıra bilərsiniz. Yəni, cədvələ hazır, belə deyim, stillər tətbiq edə bilərsiniz. Bundan bağlı. Növbəti, format as table. Bu nədir? Format as table-da demək, cədvələ yenə hazır stil tətbiq edə bilərsiniz. Bunlar bir o qədər vacib deyil sizin üçün. Mahiyyətini bilməniz kifayət edirsə. Cell styles da yenə hazır stillər tətbiq eləmək üçündür. Dizayn baxımı olan şeydir. Excel-da belə cədvələrlə dizaynlarda çox işləmir. Mahiyyətini bilmək kifayət edərsiniz. Növbəti, kursoru qoydum xananın daxilindən və yeni bir məlumat, yeni bir sətir əlavə eləmək üçün nə edə bilərik yoldaşlar? Kursoru qoyuram xana daxilində və tutaq ki, mən 1 ilə 2-nin ortasına yeni bir sətir əlavə edə bilərəm. Bunun üçün gəlirəm insert əmrinin alt əmrlərində, insert shift rows əmri ilə yeni bir sətir əlavə edirəm. Boş bir sətir əlavə olunur. Hara əlavə olunur? Kursorun dayandığı nöqtədən onun üst hissəsinə, yuxarısına doğru əlavə olunur. Növbəti, kursoru qoydum xana daxilindən və gəlib həmin sətri silmək üçün delete və delete shift rows vuraraq həmin sətri silirəm. Eyni qaydada, məsəl üçün, mən burada bu iki sütunun ortasından bir dənə sütun əlavə eləmək istəyirəm. Gəlirəm buradan qoydum, gəlirəm insert əmri ilə insert shift columns vurdum və boş sütun əlavə elədim. Bu sütunu da silmək üçün yenə üstündən qoyuram, delete shift columns və sütunu silib aradan qaldırıram. Növbəti, gəlirəm nəyə? Insert və insert sheet. Biz iş vərəqi əlavə etmək üçün öyrənmişdik ki, bir, burada düz işarəsini new sheet əmri ilə iş vərəqi əlavə edə bilərik. Bir, klaviatur üzərindən shift F11 qısa o ilə əlavə edə bilərik. Bir də kursoru iş vərəqinin istənilən bir nöqtəsində qoyub, gəlib insert əmrindəki insert sheet əmrinə də əlavə edə bilərik. Bu belə. Həmçinin delete sheet-lə də cari iş vərəqini silə bilərik. Yəni, mən hazırda maaş cədvəlinin üzərindəyimsə və bu iş vərəqini ümumilikdə silmək istəyirəmsə, üzərində qoyub, gəlib delete-dən daxil olub, delete sheet vura bilərik. Bu da belə. Növbəti, iş vərəqini silmək üçün ikinci bir yol isə, üzərində mahsus sağ düyməsi vurub, buradakı delete əmrini sıxaraq da silir. Növbəti gəldim nəyə? Yoldaşlar. Gəlirəm format əmrimiz. Format əmrinin daxilində row height, autofit row height, sonra column width, autofit column width deyə əmrlərimiz var.
Amma bu əmrlər belə deyim, bir qədər belə deyək də, çox istifadə olunmur. Mahiyyət olaraq deyəcəm sizə, row height nədir yoldaşlar? Sətr hündürlüyü. Gəlirəm bura. Məsəl üçün, buradan ixtiyari bir qiymət yazıram. Məsəl üçün, 30 yazılır. Enter vurdum. Bu sətrin hündürlüyünü 30 point ölçüsündə eləmiş olur. Belə bir ölçü olur. Yəni, mən bunu manual olaraq gəlib buradan da tətbiq edə bilirəm. 3 ilə 4-ün ortasından sıxıb sürüşdürə bilirəm. Testlərdə bir o qədər bu əmr rastlınıza çıxa bilməz. Yəni, sadəcə sətirlərin hündürlüklərini təyin etməyini bilməyiz kifayətdir. Kolumnizdə sütunların enini təyin etmək üçün hazırlanan əmrdir. Hide, unhide. Hide rows sətirlərin gizlədilməsidir. Hide columns sütunların gizlədilməsidir. Hide sheet iş vərəqinin gizlədilməsidir. İndi baxaq. Görək bu necə tətbiq olunur. Gəlirəm. Bax, burada məsəl üçün buraları seçirəm. Gəldim burada formatdan, hide unhide'dan hide rows vurdum. Sətirləri gizlətdim. Bərpa eləmək üçün formatda, hide unhide'da unhide rows vururam, bərpa edirəm. Eyni qaydada sütunlar. Seçdim sütunları, müəyyən qədər sütunlar seçirəm. Gəlirəm formatda, hide'da hide columns. Sütunları gizlətdim. Bərpa eləmək üçün formatda, hide unhide'da unhide. Və bəzən, məsəl üçün, burada sütunları gizlədirəm hal-hazırda. Hide columns elədim. Və buradan C-dən sonra H gəlir. Testdə sual olaraq bu pəncərəni verir. Deyir ki, iş vərəqində neçə dənə sütun gizlədim. Mən baxıram ki, C-dən H-a qədər hansı sütunlar var? D, Y, F, G, vəssalam. 4 dənə sütun gizlədilmiş demək ki. Gəlirəm bura, bərpa edeyim, baxın görün. Həqiqətən 1, 2, 3, 4. 4 dənə sütun gizlədilmiş. Aydındır. Bu da belə. Növbəti keçid nə? Bu formatın daxilində növbəti əmrimiz var. Rename sheet. İş vərəqinin adını dəyişdirmək üçün bir üzərində double click eləyə bilərdim. Adını seçib dəyişə bilərdim. 2 üzərində mouse'un sağ düyməsi vurub buradan rename eləyərək adını dəyişə bilərdim. 3 üzərində bir dəfə vurub gəlib burada formatdan və buradan rename sheet əmri ilə dəyişə bilərdim. Move or copy sheet iş vərəqini başqa bir yerə köçürtmək, kopyasını çıxartmaq üçün istifadə olunur. Növbəti bilməyiniz kifayət edir, sadəcə mahiyyət bilməyiniz kifayətdir. Tab color iş vərəqlərinin adlarına aşağıda gördüyünüz və bu adlara rəng vermək üçün istifadə olunur. Və növbəti protect sheet əmri. Protect sheet nədir, yoldaşlar? Bax, gəlirəm. Mən tutaq ki, bu iş vərəqinin üzərində dayanmışam və protect sheetdən mən iş vərəqinə parol qoyarım. Parol qoya bilərəm. Və bu qoyduğum parol iş vərəqini açıb oxudacaq, amma üzərində dəyişiklik edə bilməyəcək. Yəni, redaktə altında, redaktəyə parol qoyuram. Qoruma altına salıram, redaktəyə parol qoyuram. Açıb oxuya bilirəm, amma üzərində dəyişiklik tətbiq eləyə bilmirəm. Növbəti, gəldik nəyə? Deməli, kursoru qoydum kanalın daxilindən və tab colordan sonra, protect sheetdən sonra başqa nəyimiz var, yoldaşlar? Aha, çox vacib əmrlərdəndir, autosum əmri. Cəm çıxartmaq. Baxırsınız, bax, yoldaşlar. Məsəl üçün, mən burada olan kanalları seçib, bu sütun daxilində olan qiymətlərin cəmini avtosamın kənarındakı bucaq içərisinə vuraraq, buradakı sum əmri vasitəsilə ümumi cəmi çıxara bilərəm. 22.230 cəmi çıxar. Növbəti, mən burada yenə müəyyən sütunlar seçib, gəlib buradan average eləyərək ədəd orta çıxara bilərəm. Bu əmrlər bayaq keçdiyimiz funksiyalardan eyni şeydir. Amma bunlar artıq burada əmr şəklində. Max, maksimumu, min isə minimumu çıxardır. Count number isə ədəd olan xanaların sayını çıxardır. Və yoldaşlar, bu gördüyümüz şeylər hamısı sizin üçün status barın üzərində görsənir. Bax, xanaları seçəndən sonra burada status bar üzərində ədədi ortanı, daxilində ədəd olan xanaların sayını, countunu və sum, seçdiyim xanaların ümumi cəmini. Aydındır. Bu da belə oldu. Autosum əmrinin daxilində olan sum, average, max, minimum, daha doğrusu sum, average və count numbers əmrləri həmçinin məndə burada status bar üzərində də bu hissədə də görsənmiş oldu. Aydındır. Bu da belə. Növbəti gəldi nə? Növbəti clear əmrimiz. Deməli, əgər mən clear əmri ilə, daha doğrusu cədvəli seçərək, clear əmrindən istifadə edərək clear all vursam, nə var? Hər şey təmizlənəcək, sıfırlanacaq. Əgər mən buradan clear format eləsəm, bunun formatı stili, yəni buna verdiyim rənglərdir, tor xətlərini çevirdiyim küt xətlərdir, sonra shift üslubudur, shift ölçüdür. Bunlar hamısı sıfırlanacaq.
və növbəti seçəndən sonra gəlirəm clear-də, clear contents deyə bilirəm özür. Clear contents daxilində yazıları silib təmizləyir. Cədvəl özü isə olduğu kimi qalır. Clear contents əmri. Və növbəti bir də clear comments əmri var. Comment və hyperlinki mən sizə review'unu keçəndə ətraflı izah edəcəm kommentlər haqqında. Ona görə hələ ki bu haqda izahat verib fikir dağınıqlığı eləmək istəmirəm. Amma buraya geri dönüş edəcəm. Narahat olun. Növbəti gəldim nəyə? Deməli, sort filtr əmrimiz. Sort filtr əmrimizdə nə var? Bax, gəldim, mən müəyyən bir mətn hissəsi seçdim və gəldim sort filtrdə sort A to Z vursam, burada açılan fəzədə sort vursam, əlifba sırasından A-dan Z-ə doğru düzülmüş olacaq. Yox, Z-a vursam, əlifbanın tərsindən Z-dən A-ya doğru düzülmüş olacaq. Növbəti, sort filtrdə filtrləmə var. Baxın, hal-hazırda məndə filtrləmə aparılıb öz yerində. Mən bir dənə filtrləməni ləğv edeyim. Baxaq bir dənə yoldaşlar. Bax, birinci sətri parametrlər sətrini seçirəm. Və gəldim, sort filtrdə filtrləmə icra edirəm. Və filtrləmə icra edədiyim halda birinci sətrin, parametrlər sətrinin kənarında belə aşağı baxın bucaq şəkilləmək. Burada məsəl üçün gəlib vəzifə hissəsindən select olu qeyri-aktiv edib menecerləri aktivləşdirsəm, kasserləri aktivləşdirib OK vursam, ancaq menecer və kasserlərin məlumatları göstərmiş olacaq. Məsəl üçün sizə test verə bilər ki, bu pəncərəni verə bilər. Deyə bilər ki, bu halda cədvəldə nələr göstərəcək? Kasser və menecerlərə aid olan bütün data, məlumat göstərmiş olacaq. Select all vururam, OK vururam və vəkil vəziyyətinə qaytarıram. Və ya ancaq Bakıdan Sumqayıtdan gələn işçiləri görmək üçün select all qeyri-aktiv edib Bakı Sumqayıtı aktivləşdirib OK vururam və ancaq Bakı və Sumqayıt işçilərinin məlumatlarını görürəm. Select all vururam, OK vururam, bərpa edirəm. Növbəti belə bir əmrimiz var. Sort filtrdən sonra və filtrin daxilində yoldaşlar belə şeylər var. Məsəl üçün mən testdə qarşımıza suallara çıxacaq. Mən deyirəm ki, mənə əmək haqqısı 1000 və 2000 arasında olan işçiləri göstərsin. İndi baxaq. Çox diqqətlə qulaq alsın bu hissəyə. Hər kəs diqqətlə qulaq alsın. Əlinizdə bir işiniz varsa da, dərsə qulaq alsın da qayıdan bir dənə bura diqqətlə. Videozatda da baxarsınız, okey. Amma bu hissəyə xüsusi diqqət edin. Demək, gəlirəm burada ümumi hissəsinin kənardakı bucaq şəxsləri və select olu qeyri-aktiv edirəm. Növbətini edirəm. Number filter hissəsindən custom filter. Sizə əsas lazım olan hissə bilirsiniz nədir? Bu pəncərə. Bu pəncərəni açmaq, hardan açmaq lazımdır falan, bu sizə lazım deyil. Sizə ən əsası bu pəncərədə verilən datadır. Burada bax, əgər equals hissəsindən is greater-dən, digər hissədən isə is less-dən or equal to, bunlar seçilsə, is greater-dən or equal to, is less-dən or equal to və bu and seçilmiş vəziyyətdə olsa, burada 1000 və 2000 qeyd olunsa. Bu nədir? Deyir, 1000-ə bərabər və 1000-ə nəzərən daha böyük, yəni 1000-dən böyük, 2000-ə bərabər və 2000-ə nəzərən 2000-dən aşağı. Okey, indi baxaq. Həqiqətində 1000 və 2000 arasında olan qiymətlər oldu, yoldaşlar. Baxaq. Bu diapazon daxilində həqiqətində 1000 və 2000 arasında olan qiymətləri göstərmiş oldu. Gəldim bura, select ola bir dəfə vurdum, okey vururam, bərpa edirəm əmrə. Bu da oldu filtrləmədə xüsusi bir hissə. Bir daha deyirəm, qiymətlər daxilindən. Əgər buradan is greater-dən or equal, buradan isə is less-dən or equal yazılsa və müəyyən qiymətlər daxil edilsə və burada ən seçili vəziyyətdə olsa, bu onu bildirir ki, həmin qiymət aralığındakı ədədləri göstərmək istəyir bizə. Qiymətləri göstərmək istəyir bizə. Aydındır. Bu da belə. Oru seçsəydik, baxaq görə oru seçsəydik. Gəl baxaq. Bu artıq 1000-dən də böyük, 2000-dən də kiçik dənələri çıxardacaq. Bunu yazmanın ümumiyyətlə mənası yoxdur. Nəyə görə? Or nə deyir? Or, bayaqki şərtimizdə or nə dedi? Dedi ki, iki şərtdən biri ödənsə, ona uyğun nəticə çıxardacaq mı? True çıxardacaq. Əd deyir ki, gərək ikisi də ödənsin. Yəni, mən orada qoydum ki, 1000-ə bərabər və 1000-dən böyük elədir. 1000-ə bərabər və 1000-dən böyükləri tapdı. Bir də artıq 1000-dən kiçikləri götürmür, elə deyil. Bir şərti ödədi, 1000-dən böyükləri götürdü. Bir də 2000-dən kiçikləri götürür və artıq 1000 və 2000 arasında olan qalanlarını tapır. Amma orada belədir ki, 1000-dən böyük, orada 1000-dən böyük 3000-də var, 3500-də var, nə bilim 2000 neçəsə də var.
Bir də deyir 2000-dən kiçik. 2000-dən kiçik, 1000-dən kiçiklər də var da. Yəni o artıq iki şərt arasında saxlanır. O artıq 1000-dən böyük qarşısına çıxanların hamısını və 2000-dən kiçik qarşısına çıxanların hamısını çap edir. Or olanda. Amma and olanda gərək ikisi də ödənsin ki, 1000-dən böyüklər və 2000-dən kiçiklər. Yəni 2000-dən kiçik dediyi 1000-ə qədər. 1000-dən böyük demişəm axı. Deməmişəm 2000-dən kiçik bütün hamısını çıxarsın. 2000-dən kiçik və 1000-dən böyüklər. Bu iki şərtin ikisi də ödəndiyi ədədlər hansılardır? Baxıram ki, bu iki şərtin ikisinin də ödəndiyi ədədlər, bir dəqiqə baxaq, ikisinin də ödəndiyi ədədlər 3500 deyil, 2000 nə qədərsə deyil, 1000-dən aşağı olan hər hansı bir 650, 780 falan deyil. Çünki 1000-dən kiçik ədəd, 1000-dən böyük ədəd deyirəmsə, bir şərt ödənirsə və orada, demişəm axı, və orada əgər mən məsəl üçün 750 çıxarsam, onda artıq birinci şərti mən yanlış olaraq qəbul edəcəm. Yəni o end funksiyasına uyğun 1000-dən böyük deyirsə, 1000-dən böyükləri axtarmalıdır və 2000-dən kiçikləri axtarmalıdır. Aydındır? Bir balaca bunun məntiqini tutmaq lazımdır. Deyirəm ki, tam başa düşə bildiniz. Azca da olsa, daha doğrusu başa düşə bildiniz. Çünki yenə deyirəm, 1000-dən böyük deyirsə, o 1000-dən böyük qarşısına çıxan hamısını yox. 1000-dən böyük və 2000-dən aşağı, yəni 1000-dən böyük 2000-ə qədər və 2000-dən kiçik 1000-ə qədərləri çıxartmış olur. Aydındır. Və ya başqa bir ədəd daxil etsək, 500 falan daxil etsək, onun adresini artır. Amma orada belədir ki, 1000-dən böyük qarşısına nə çıxırsa götürür, atır ora. Bir şərt ödəndi, bir şərtə 1000-dən böyüyə uyğun hansı ədədləri görürük? 3500 də görür, 2500 də görür, 2000 də görür, 1500 də görür. Atır ora. 2000-dən kiçik qarşısına 750 də çıxır, 550 də çıxır, 1500 də çıxır, onları da atır ora. Aydındır. Bu da belə. Və növbəti find select əmriniz var. Find select əmrində isə find əmri ilə siz mətndə olan hər hansı bir sözü axtarıb tapa bilərsiniz. Replace ilə sözləri əvəz edə bilərsiniz. Word-də daha çox istifadə olunur, nəinki Excel-də. Go to ilə yenə keçidlər edə bilərsiniz. Excel-də bunlardan bir var ki, istifadə olunur. Formulasa vuranda hansı hissələr formullanıbsa, formul və düstur əsasında çıxarılıbsa, o hissələr seçilmiş vəziyyətə düşür. Conditional formatting hansı hissələrdə conditional formatting ilə istifadə olunub, stillər və ya ox şərtləri verilibsə, onlar seçilmiş vəziyyətə düşür. Konstansiya sabitləri, yəni ədədlərin özlərini, daha doğrusu mətnlərin özlərini klaviatür üzərindən daxil edilmiş mətnlərin seçilmiş vəziyyətə salır. Bir o qədər vacib hissələr deyil aslında bunlar. Select, vururam və geri qaytarıram. Və belə, yoldaşlar.